Xoş gördük, dəyərli Azad Söz izləyiciləri. İndi sizə bir video göstərirəm. Bu video Bakıda Yasamalda çəkilib və videonu da çəkən balkondan sakinlərdir. Videoda kimlər var? Prezident İlham Əliyevin qızları Leyla Əliyeva, Arzu Əliyeva və gəlinləri və eyni zamanda prezident ailəsinə mənsub olduğu Sevil Əliyevanın oğlu Jiraf Əliyev. Lakin burada Jiraf Əliyev qapı açıb örtən rolunda iştirak eləyir. Əməlli başlı həm gülməli, həmçində alçaldıcı görüntülərdir. Və burada Sevil Əliyeva alçaldılır. Mərhum Prezident Heydər Əliyev, onun nəvəsi Jiraf Əliyev Yasamalda bir binanın həyətinin açılışına gəliblər. Bu ayrı bir biabırçılıqdır ki, asfalt tikilib, həyətdə 2 skamya qoyulubdur. Onun açılışına prezident ailəsi gəlir, 15 dənə maşınla, mühafizə maşını ilə və 30-dan çox mühafizəçi ilə gəlirlər. Mən nəyə görə mühafizəçinin sayını və mühafizə avtomobillərinin sayını xüsusilə qeyd etdim? Yəni, burada şortiklə və eləcə də qırmızı narıncı köynəklə qapını açıb örtən bu şəxs, yəni gözləyir, bu şəxs məhz Jiraf Əliyevdir, bax, bu oğlandır. İndi videonu sizə tam təqdim edəcəm və nəyə görə alçaldılır Jiraf Əliyev, bu şəkildə bu görüntülər yayılıbdır, onu da bu videodan sonra aldığım informasiya ilə sizinlə bölüşəcəm, deyəcəm indi. Xahiş edirəm ki, videonu bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız və Sevil Əliyeva ilə Mehriban Əliyevanın düşmənçiliyinə bir qədər də yaxın prizmadan baxacaq və deyəcəm sizə səbəblərini. Dəyərli dostlar, ilk öncə gəlin videoya baxın. Bu videoda dediyim kimi pəncərədən çəkilib, balkondan çəkilib, pəncərə deməyə balkondurmu, elə hiss olunur. Sakinlər çəkir, hansı ki o sakinlərdən biri yazmışdı ki, bizi həyata buraxmamışdılar, qoymurdular. Bir müddət, bir saat evdən çölə çıxa bilmədik. Yəni, baxmayaraq ki, bir 50-100 metr aralıda idi. Amma bizi də buraxmadılar. Dedilər ki, hətta bir sakin yazdı ki, mənə dedilər ki, get evdə çay iç, otur, ondan sonra gələrsən. Biz gedəndən sonra gələrsən. Baxın, bu görüntülərdə mən indi tam ekrana verəcəm ki, hər şeyi özünüz də yaxından böyük şəkildə görəsiniz. Baxın, sona qədər qulaq asın, avtomobillərin sayını da görəcəksiniz, nömrəsiz, arxada sadəcə nömrə var, indi avtomobili görəcəksiniz. Bu, bayaqdan gözləyir, əlini tutub maşının, avtomobilinin qapısından ki, indi Leyla Əliyeva gələcək, onu gözləyir. Bax, bu, xeyli müddət gözləyən şəxs kimdir? Sevil Əliyevanın oğlu Jiraf Əliyev. Jiraf Əliyev, bax, bu oğlan. İndi tam özündə görəcəksiniz. Bu oğlandır. Baxın, Azər Əliyev və Jiraf Əliyev qardaşlar, Sevil Əliyevanın oğlu, bu Hacı Nuranla bərabər şəkil çəkdirir. Bərabərdirlər, bax, bu oğlandır. Yaddaşınızda qalsın, çoxunuz bəlkə də tanıyırsınız, görmüsünüz. İndi orada da, bu videoda da görəcəksiniz. Həmən qapı açan yerdə. Bax, bu oğlandır. Ümumiyyətlə, mühafizədən kimsə şortiklə, o elə köynəklə orada vəzifə yerinə yetirə bilər. Yəni, Jiraf Əliyev olması tam sübut olunub, bilinir. Bəylər Əyibovun himayəsində olan şəxsdir. İndi Bəylər Əyibovun Sevil Əliyeva münasibətlərini az sonra digər bir videoda siz görəcəksiniz, göstərəcəm sizə. Qulaq asın, dostlar, baxın, prezident ailəsində nələr baş verir. Bax, bayaqdan gözləyir, hələ də qapıda tutub, yəni bunu mühafizətçi də heç etmir bu qədər. Arxa qapını tutub, gözləyir ki, Leyla Əliyeva gələcəkdir. Yəni, bu alçaldılıcı görüntülərdir. Sevil Əliyevanı, bax, bu şəkildə onun oğlunu alçaldır. Mehriban Əliyeva, onun qızları. Yəni, bu alçaldılmış bir görüntüdür, başqa bir şey deyil.
kimsə yazmasın ki, hə, bu öz nə bilim, BBC qızıdır, filandır. BBC sənin, mənim bibim qızı deyil bunlar. Bunların orada 30-dan çox mühafizəçi var. Qapı açıb örtəni var. Bəylər Əyibovdur o şəxs ki, İlham Əliyevin qapısını açsın. Hələ də gözləyir, əlini tutub qapıdan indi tam görəcəksiniz. Dostlar, xahiş edirəm ki, Azad Söz kanalına abunə deyilsinizsə, YouTube-da abunə olun. Baxın, indi açdı qapını, bax gördüyünüz kimi açan, tutan, hələ də, yəni Jiraf Əliyev, bax bu oğlan, bu şəxs şortikdə, narıncı köynəkdə, indi də oturur qabağa, mühafizəçidirmi, nədimi? İndi sizə deyəcəm niyə belə görüntülər alınıbdır. Sona qədər izləyin, baxın, görün nə qədər avtomobil var, nə qədər mühafizə avtomobili var və digər avtomobillər görürsünüz. Orada 3-4 avtomobil də arxada gözləyir. Nə qədər mühafizəçi var. Görürsünüzmü? Nə qədər mühafizə avtomobilləri var, nə qədər qoruma var. Bəs belə olan halda niyə Jiraf Əliyev, Sevil Əliyevanın oğlu onun qapısını açır? Dediyim kimi, bu bir alçaldıcı görüntüdür. Səbəbi nə olur olsun, bu alçaldılmış görüntülərdir. Sevil Əliyevanın oğlu bu vəzifəni yerinə yetirə bilməz, yetirmir. Bəs niyə bu olub? Mən bu videodan sonra, sözün açığı bu video mənə bu günləri səhər gəldi və mən bir neçə saat içərisində bildiyiniz kimi mənə Azərbaycan Prezidentinin Mühafizə Xidmətindən məlumatlar verilir və ən son məlumatda dünənləri gəlmişdi və onun ardından sonra çox məlumatlar gəldi. Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Əyibovun yanına yerləşdirilmiş Orxan Sultanov tərəfindən, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov tərəfindən yerləşdirilmiş polkovnik leytenant Fərid Əsgərov barədə məlumatlar gəldi və ondan sonra daha çox məlumat gəldi bu Fəridlər barəsində və bunun şəxsi işindən, şəxsi dosyasından da mənə xəbərlər, şəkillər göndərildi və yaxın zamanda ondan da danışacağım ayrıca bir videolarla Mehriban Əliyevanın mühafizəsi üçün ayrıca 1000 nəfərlik bir dəstə yaradılıbdır və bunun da dəstənin də rəhbərliyinə və təlimlərə Fəridi tapşırıblar. Bu ayrıca bir video olacaqdır. Dəhşət, yəni hansı ki, Prezidentin Mühafizə Xidmətinə aid deyil, Xarici Kəşfiyyat Xidməti bu bəstə orada saxlanılır. Bu ayrı mövzudur, əziz dostlar, ona toxunacağıq biz. Yəni, mən həmən mənbələrə müraciət etdim ki, bu nə şəkildir, bu nə görüntülərdir və onlar da heç görməmişlər. Dedilər ki, bəli, biz də yəni bəzi müəmmalı şeylər hiss edirik, lakin tam dəqiqini bilmirik. Bizim aramızda olan söhbətlərdə ehtimallar var ki, yəni Prezidentin Mühafizə Xidmətində bu mövzu dolaşır ki, Sevil Əliyevanın oğlu Jiraf Əliyevlə iki versiya var. Leyla Əliyeva ilə hansısa mərc və yaxud da oyun oynanılıbdır və yaxud da nədirsə və sonra və həmən mərcdə də mərc qoyulub ki, Leyla Əliyeva deyib ki, bəs sən əgər bunu uduzsan, sən mənim qapı açıb örtənim olacaqsan. Yəni, bu gülməli gəlir, bəli. Bizim xalq arasında da, hamımız, bəsit adamlar arasında da belə şeylər olur. Mərcə girirlər və bunların da aralarında mərc olub, bu variantdır ki, və o deyib qapı açıb örtənim olacaqsan və bu da onu yerinə yetirir və çox sərbəst, yəni narıncı köynəkdə, şortikdə, yoxsa mühafizənin baş üçündür ki, belə bir şey eləsin, hansısa kimsə. Və yaxud da ümumiyyətlə bu elə, bu və yaxud da digər şəkildə, lap elə mərc də olsa, başqa bir şey də olsa, bu Sevil Əliyevanı alçatmaqdır. Bu görüntülər onsuz da hardasa yayılacaqdı və Tural Sadıqlının axırda əlinə gəlib çıxacaqdı. Və bir məlumatda bölüşüm ki, necə ki mən
Balaca Heydərlə onun həyat yoldaşını çəkdiyim bir neçə video ilə barışdırdım. Yəni məcbur oldular, dedilər ki, xalq baxır, cəmaət bu söhbətlər yayılır ki, biz ayrılmışıq və s. Tural Sadıqlı danışır. Barışdırdım necə ki bu video çıxışlarımla. Deyəsən axırda Leyla Sevil Əliyeva ilə Mehriban Əliyevanı da mən bu video çıxışlarla barışdıracağam. Deyəcəklər ki, Tural Sadıqlı bizim haqqımızda danışır. Cəmaət bu söhbətlərə gəlin son qoyağın, ümumiyyətlə görüntülər yaradağın. Mənim xatirimdədir. Sevil Mehriban Əliyeva ilə Bəylər Əyibov arasında problemlərin olduqlarını danışan zaman 2022-ci, 21-ci il idi. Buna aid bir neçə video həsr elədim. Arxasınca bir neçə həftədən sonra Şuşada Mehriban Əliyeva bir əlini İlham Əliyevin çiyninə, digər əlini Bəylər Əyibovun çiyninə qoyub belə bir şəkil çəkdirmişdi. Əlqərəz, dəyərli dostlar, bu dediyim kimi bir alçaldıcı videodur. Bəs Mehriban Əliyeva ilə Sevil Əliyevanın düşmənçiliyi nədir ki? Niyə gözündən salmaq istəyir? Bir məlumatı deyim ki, həmişə Mehriban Əliyeva, Sevil Əliyeva və onun oğullarına potensial bir düşmən təhlükə kimi baxır. Səhərsi günü Azərbaycanda hakimiyyət dəyişikliyi birdən olarsa və bu kral ailəsinin başqa nümayəndələri, oğul nümayəndələri gəlsin olsun prezident. Və məsəl üçün, baxın, Azər Əliyevi o qədər də alçaldıcı görmürük biz. Azər Əliyev hansı prezidentidir? Federasiyanın katibidir. Azərbaycan Olimpiya Federasiyasının katibidir və yanlarında daha çox olur. Amma baxın, o Böyük Britaniya vətəndaşıdır. Azərbaycan vətəndaşı deyil. Böyük Britaniya vətəndaşıdır. Amma Jiraf Əliyev Azərbaycan vətəndaşıdır. Sadəcə Britaniyada yaşama haqqı və oturum kartı var. Onun prezident olması Jiraf Əliyevin daha çoxdur. Ona görə onu gözdən salması, onun alçaldılması daha çox. Bəlkə də mənim bilmədiyim hansısa alçaldıcı formalar var, videolar var, kasetlər var, nə bilim, nələr kompromatlar var Mehriban Əliyevanın əlində. Əlqərəz, gəlin görək Mehriban Əliyeva ilə Sevil Əliyevanın düşmənçiliyi nəyə görədir? Mən keçən il çəkdiyim bir videonu sizə təqdim edirəm. 10 may 2023-cü ildə qulaq asın. Ad günüdür, 10 may və İlham Əliyev bugün Fəxri Xiyabanı ziyarət edib, atasının qəbrini. Onunla bərabər Mehriban Əliyeva, uşaqları, qızları və oğlu və bacısı Sevil Əliyevanın 2 oğlu Azər və Jiraf Əliyevlər Fəxri Xiyabana ziyarətə gediblər. Amma Sevil Əliyeva yoxdur orada. Artıq 20 ilə yaxındır ki, Sevil Əliyeva Azərbaycana ayaq basa bilmir. Hətta atası Heydər Əliyevin məzarını da 10 may günü doğum günündə ziyarət edə bilmir. Bəs səbəbi nədir? Səbəbi Mehriban Əliyeva ilə olan düşmənçiliyidir. Onların düşmənçiliyi isə hələ lap Heydər Əliyev sağ olan vaxtına gedib çıxır. Mehriban Əliyeva siyasətdə bir it yiyəsi də deyildi. Onun atası Arif Paşayev, Hafiz Paşayevlər də adam yerinə sayan yox idi onları. Çünki Heydər Əliyev və eləcə də Sevil Əliyeva imkan vermirdi ki, Mehriban Əliyeva və onun klanı gəlsin, hakimiyyətin hansısa vəzifələrini tutsun, siyasətdə olsun. Aralarında bununla bağlı hətta qırğınlar da olubdur ailə daxilində. O zamanlarda 2000-ci illərin əvvəllərində, 99-un sonlarında dövr mətbuatda bununla bağlı qapalı az məlumatlar paylaşılmışdı. Lakin Heydər Əliyev öldükdən və hakimiyyət tam İlham Əliyevin əlinə keçdikdən sonra Mehriban Əliyeva ipi saldı İlham Əliyevin boğazına və bacısı ilə artıq bıçaqlı düşmənə çevrildi. Heydər Əliyevin ölümündən sonra 2005-ci ildə Mehriban Əliyeva dərhal özünü deputat etdi və öz komandasını, atasını, əmisini, yaxın qohumlarını, bibisi oğlu, Altay Həsənov və s. hakimiyyətin ən yüksək mərtəbələrinə, vəzifələrinə gətirdi. Paşa Holdingi böyütdü, genişləndirdi, Azərbaycanın ən böyük, ən bahalı, ən gəlirli holdinginə çevirdi. Sevil Əliyevanı da təbii ki, Azərbaycandan qovmuş oldu və 20 ilə yaxındır ki, Sevil Əliyeva artıq Londonda sürgün həyatı yaşayır və Azərbaycana gələ bilmir. Yalnız Mehriban Əliyeva Azərbaycanda olmadığı günlərdə o Azərbaycana ayaq basa bilir. Bir neçə saatlıq və yaxud da bir günlük. Sevil Əliyeva Azərbaycanı tərk etdikdən sonra xəbərlər yayıldı ki, hətta o müxalifət partiyası yaratmaq istəyir. Sonradan onu
ələ almağa və sakitləşdirməyi bacardılar. Hətta ailənin ən yaxını mühafizə xidmətinin rəisi Bəylər Əyyubovu Sevil Əliyeva danışıq aparmaq üçün Londona göndərdilər və Sevil Əliyeva susdu. Hətta ona və uşaqlarına yüksək məbləğdə pullar, malikanələr, şirkətlər təklif edildi və təmin edildi. Heç də təsadüfi deyil ki, məhz Londonda hələ mənim çəkib göstərdiklərim və ifşa etdiklərim, aşkara çıxartdıqlarım 50 milyon funt sterlin dəyərində mülkləri, malikanələri var. Və eləcə də Parisdə və Fransanın müxtəlif şəhərlərində 52 milyon avro dəyərində Sevil Əliyevanın ailəsinin, övladlarının mülkləri və şirkətləri var. Ailə yaxın bir mənbə bildirir ki, hər 10 may və 12 dekabr günü Sevil Əliyeva göz yaşları axıdır ki, atasının qəbrini bu günlərdə ziyarət edə bilmir. Çünki Mehriban Əliyeva ona icazə vermir. Və Sevil Əliyeva xüsusilə bu il 2023-cü ildə Heydər Əliyevin 100 illiyi münasibəti ilə yalvarıb yaxarıb qardaşı İlham Əliyevdən ki, Bakıya gəlib atasının qəbrini ziyarət eləyə bilsin. Amma Mehriban Əliyeva icazə verməyib və İlham Əliyev də Mehriban Əliyevanın sözündən çıxa bilməyib və Sevil Əliyeva bu ildə Bakıya gələ bilməyib. İlham Əliyev də adını kişi qoyub yekə-yekə gəzir. Dəyərli dostlar, məsələ belədir. Sevil Əliyeva, Mehriban Əliyeva düşmənçiliyi bütün Azərbaycan xalqı bilir və İlham Əliyev öz yəni bacısına bu imkanları yaratmır. Yəni arvadı Mehriban Əliyevaya görə bacısına bu imkanları yaratmır və Mehriban Əliyevanın hiccəsi hələ də yatmayıbdır. Sevil Əliyevaya barışmaz mövqedə qalır. Bu bir biabırçılıqdır, bu bir dəhşətdir ki, ölkəmizin başında duranlar kral ailəsidir. Belə şey olar. Bu bizə heç maraqlı olmalı deyil idi. Bu show biznes deyil ki, hansısa bir aktrisa, aktyor, hansısa bir nə bilim müğənni və s. onun söhbətlərini hansısa kimlər show biznes jurnalistləri etsin və ölkəmizin başı budur, siyasətçilər budur, prezident ailəsi budur və aralarında intriqa və öz övladlarının qudurğanlıqları bir-biri ilə nə bilim nələri. Biz belə idarəçiliyə layiq deyilik. Başımızda oturanları dəyişməliyik biz və yaratdığımız Azərbaycan Xalq Parlamenti 23 dekabrda da onu ilk seçkisini təyin etmişik, keçirəcəyik və bu parlament, bu platforma ətrafında xalqı birləşməyə və bu cür ailədən, bu cür idarəçilikdən qurtulmağa, qanuni yollarla demokratik dövlətimizi yenidən qurmağa sizi səsləyirəm. Azərbaycanda xalqın etirazları, xalqın çıxışları, xalqın demokratik seçkilər tələb etməsi və hakimiyyəti də qanuni yollarla dəyişdirdikdən sonra xalqın hakimiyyətini qurmağa bütün Azərbaycan xalqını səsləyirəm. Salamat qalın. Videolar hələ bomba partladacaq, videolar hələ qabaqdadır. Bu ailədə nələr baş verir və baş verməli deyil belə.